Salam hörmətli Sport Info TV izləyiciləri, bu dəfə xüsusi buraxılışla sizin qarşınızdayıq. Bildiyiniz kimi verilişlərimizin rəsmi tərəfdaşı artıq uzun müddətdir Yara tekstil brendidir. Məhz bu dəfə də proqramımızda rəsmi tərəfdaşımız olan Yara tekstil barədə danışacağıq. Onların fəaliyyət sahələri, fəaliyyəti barədə fikirlərimizi sizinlə bölüşəcək. Təbii ki, studiyada tək deyiləm. Yara tekstil brendinin təsisçisi və direktoru Yaqut Bayram studiyamızdadır. Xoş gördük. Salam, xoş gördük. Təşəkkür edirəm. Elə ilk olaraq birbaşa keçək mövzumuza. Maraqlıdır, Yara brendinin ideyası necə ortaya gəldi? Yara brendinin yaranması bir xanım olaraq həm modaya, həm tekstilə olan ilgi və üstəlik idmana olan sevgi, bunların hamısını birlikdə necə birləşdirib gözəl bir şey ərsəyə gətirərik dediyimiz zaman məncə bu fikir irəliyə gəldi və biz də bunun ardınca getdik. Nə yaxşı ki, getmişik. Uğurlar. İstənilən markanı, brendi yaradanda təbii ki, ilk düşündüyünüz, hər kəsin düşündüyü ad olur. Bəzən heç düşünməyə ehtiyac olmur. İllər öncədən insanda bir ad formalaşır. Düşünürsən ki, nə zamansa o brendi yaradıb, bu adı verərəm həmin brendimə. Sizdə necə olub? Öncədən bu ad olaraq formalaşmışdı, yoxsa elə brend ideyası gələndən sonra Yara tekstil adı formalaşdı və mənası olaraq, izahı olaraq, yəni nə anlama gəlir? Anlamı mənim və həyat yoldaşımın adlarının baş hərflərindəndir. Təbii ki, Yara bizim bilirsiniz də şüarımızdan da yola çıxaraq sevgi ilə yanaşır. Sevgimizin təzahürüdür desəm, məncə bütün suallara cavab vermiş oluram. Artıq qısa müddətdə Azərbaycan tekstil bazarında önəmli yer tutmağı bacarmısınız. Bu arada izləyicilərimizə bildirək ki, Yara tekstil brendi 2024-cü ildə yaradılıb. Bildirdiyimiz kimi qısa müddətdə artıq tekstil bazarında öz önəmli yerinizi tutmusunuz. Maraqlıdır, burada nə önəmli rol aldı? Yəni qısa müddətdə fəaliyyətinizi bu qədər irəli aparmağınızda hansı addımlar? Bizi fərqləndirən, bir yaxda qeyd elədiyim kimi, ən əsas ünsür sevgi ilə yola çıxmamızdır. Gördüyümüz bütün işlər, istəyir iş kollektivimiz olsun, istəyir gördüyümüz, işlədiyimiz daha doğrusu müştəri heyətləri olsun. Yəni hamını, yəni bunu qapımıza gələn, yanımızda olan bütün partnyorlarımız da bilir. Böyük bir sevgi ilə qarşılayaraq, onların istəkləri, arzuları bizim üçün çox önəmlidir. Belə. Təbii ki, istənilən belə deyək, brendin bazarda rəqibləri olur, rəqabət aparır. Bəli. Bu sahədə durum necədir? Yəni rəqiblər həqiqətən varmı bu gün Yara tekstil üçün, yoxsa artıq sizin üçün bir rəqib yoxdur? Ümumiyyətlə rəqabət bazarında durum necədir tekstil sahəsində? Tekstil sahəsində təbii ki, rəqabət var, amma Yara tekstil olaraq, əgər mən bunu cavablandırıramsa, bəzilərinin 5 ildə gördüyü işi 5 ayda görüb keçmişəmsə, mənim rəqibim yoxdur. Bu qədər erkən uğurlu olacağınızı düşünürdünüzmü, yəni işə başlayanda? İşə başlayanda, bəli, bu qısa müddət ərzində olmasa da bir gün deyil də, bəli, bir günə deyil də bir gün olacağını bilirdim. Təbii ki, gözləntilərimizin daha çox üstündə oldu və bu da bizi çox sevindirir. Çünki yarandığı gündən etibarən bunu qətiyyətlə buradan vurğulaya bilirəm ki, can rahatçılığı ilə, əminliyi ilə bir xanım sahibkar olaraq Azərbaycan Respublikasında mənim qədər idmana dəstək olan ikinci bir tekstil sahibəsi ümumiyyətlə nə sponsor kimi, nə bir tekstil rəhbəri kimi yoxdur. Çünki yarandığım gündən etibarən ən ümdə qoyduğumuz qarşımıza məqsədimiz Azərbaycan xalqının, övladlarının çox gözəl tərzdə, çox peşəkarcasına geyindirilib, keçindirilib idman sahalarına buraxılması olubdur. Bir qədər əməkdaşlıqlarla bağlı danışası olsaq, biz daha çox futbolduyuq, bu yöndə bilirik ki, klublarla əməkdaşlıqlarınız var, federasiyalarla əməkdaşlıqlarınız var. Bir qədər özünüz açmış olasınız əməkdaşlıqlarla bağlı mövzunu. Federasiyalar, klublar deyil, nazirliklər, bu yaxınlarda da çox hörmətli cənab Fərid Qayıbovla da görüşdük.
Ona da Yara Tekstil haqqında məlumat verdik. Çox gözəl işlər gördüyümüzü və bir-iki xahişimiz oldu. Təbii ki, ona da oradan bildirdik. Çox sağ olsun, buradan təşəkkür edirəm. Bir daha bizi çox gözəl qarşıladı. Sözün qısası tək federasiyalar, klublar, nazirliklər deyil. Azərbaycanın ən ümdə qurumları, şirkətləri, holdingləri, KFC kimi böyük, Pizza Hut, istəyir təhsillə bağlı olan Bakı Dövlət Universiteti olsun, Xəzər Universiteti olsun, banklar, şirkətlər. Yəni Azərbaycanda ağlınıza gələ biləcək hər bir sahədən Yara Tekstilin çox gözəl partnyorluqları var və bu da bizi təbii ki, çox sevindirir Yara ailəsi olaraq. Təbii ki, hər işdə maliyyə də önəmlidir, qazanc da önəmlidir, amma bildiyimiz qədərilə qarşılıqsız gördüyünüz işlər də var. Düşünürəm, bəzən hansısa təşkilatlar, iş adamları bunu daha çox pərdənin arxasında saxlamağa çalışırlar. Düşünürəm, bəzən açıqlamaq da yerinə düşər. Bu barədə düşüncələriniz, bildiyimiz qədərilə şəhid ailələri ilə bağlı, qazilərlə bağlı müəyyən ideyalarınız, təklifləriniz və əməli fəaliyyətiniz var. Təbii ki, bu haqda yetəri qədər gördüyümüz çox gözəl işlər var. Çox dərinliyinə getmək istəmirəm. Qapımı döyən hər kəsin yanında olmuşam bugünə kimi. İnşallah ki, Rəbbim izin versin, bundan sonra da Azərbaycanın övladları üçün bacardığımız qədər nəsə eləməyə çalışırıq. İnşallah. Rəqabət mühitində ədalət prinsipləri önəmlidir. Yəni, biz futbol rəqabətindən bəzən danışırıq, burada da bəzən ədalət prinsipləri pozulur. Maraqlıdır, tekstil bazarında bu baxımdan durum necədir? Ədalət deyilən bir qavram yoxdur, təbii ki. Zaten biz çıxışlarımızda da, fraqmentlərdə çıxışlar olsun, reportaj hazırlanan hər yerdə də bildirirəm. Sağlam rəqabət olduğu sürəcə mən sevə-sevə varam. Təbii ki, bunu bugünə kimi heç kimdən görməmişəm ki, görəcəyimi də düşünmürəm. İstənilən işdə müəyyən maneələr, problemlər olur. İndi rəqabətlə bağlı danışdıq, bəlkə də sizin üçün maneə odur, amma ümumi aspektdə baxası olsaq, sizin üçün bu sahədə əsas maneələr, problemlər nədən ibarət? Arxada qoya bilmirsiniz, yoxsa hələ də mübarizə davam edir? Mübarizə təbii ki, davam edir. Açıq məni narahat edən ən böyük nədir? Onu vurğuluyum. Bir komanda düşünün, sıfırdadır və geyimə, keçimə, dəstəyə çox ehtiyacı var. Amma çox potensiallı uşaqlar var orada. Və mən sevə-sevə onlara dayaq olursan, dəstək olursan, o ana kimi ki, artıq beynəlxalq arenaya gedənə kimi onları gətirib çıxardırsan və beynəlxalq arenaya çıxdıqları anda artıq burada Yara Tekstildən söhbət getmir. Burada Made in Azərbaycandan söhbət gedir. Made in Azərbaycan altında deyil də bir xarici marka ilə beynəlxalq arenaya çıxmağı məni biraz incidir. Bu nüanslar təbii ki, yaralı yerimdir. Bu yöndə hər hansı bir tədbirləriniz varmı, bir danışıqlar gedirmi? Əslində bu haqda çox hörmətli Azərbaycanımızın birinci xanımı Mehriban xanıma da bir video çəkib paylaşmışdım. İnşallah ki, görər, izləyər və bizə dəstək olar. Çox istəyirəm buradan bir xanım olaraq. Zaten hamımız onun davamçılarıyıq, bir Azərbaycan xanımı olaraq. Cənab nazirimizə də bu haqda bildirdim. Çox istəyirəm ki, mənim Azərbaycanımın övladı beynəlxalq arenada gimnim altında başqa markada deyil, Made in Azərbaycan altında olan Yara Tekstil ilə o gimnin altında durub səslənsin və təbii ki, bundan böyük xoşbəxtlik olmaz məncə bütün Azərbaycanlılar kimi. Qatılıram fikirlərə, məncə də düşünürəm ki, həm də yerli markanın xaricə təqdimatı önəmlidir, reklamı önəmlidir. Rəqabətdə fərqlənmək üçün bəlli bir strategiya varmı? Məsələn, sizin sloqonu çox bəyənirəm. Mən əslində sizi ilk dəfə görürəm, amma Yara Tekstil ilə bağlı əməkdaşlarımız da bilir. İşə sevgi ilə yanaşma ümumiyyətlə istənilən işdə çox önəmlidir. Ümumiyyətlə strategiyanızla bağlı fərqlənmək, rəqabətdə öndə olmaq, bu yöndə fikirləriniz maraqlıdır. Bir ailə düşünün, Yara Tekstil ailəsi ki, inşallah ki, fabrikamıza da gələndə görəcəksiniz. Bir ailə düşünün ki, içəri girirsiniz, girdiyiniz andan etibarən işçilərindən, musiqi səsindən, bütün əməkdaşlar, yəni abu hava, gördüyü işlər, dizaynlarımıza belə yəni bu əks olunur da, bu gözəllik. Bizi digərlərindən fərqləndirən məncə budur. Təbii ki, parçalarımız Türkiyə Respublikasından gəlir və bizi başqalarından seçən ən böyük ünsürlərdən biri də odur ki, Yara Tekstil başqa yerlər kimi sizə 3-5 Türkiyədə qiyməti bir-birindən 40-50 sent, belə deyim, cüzi seçilən parçaları gətirib, çox böyük qiymət aralığı qoyub müştəri heyətinə oxumuruq. Ən VIP parçanı gətirib, bəli, daha münasib qiymətə müştəriyə təqdim edirik.
Maraqlıdır. Lider kimi önəm verdiyiniz əsas dəyərlər nədir? Məsələn, işçilərlə öz arasınızdakı kommunikasiyada, ümumiyyətlə iş əsnasında partnyorlarla. İşçi seçərkən belə mənim işçim çox gözəl əl qabiliyyəti ola bilər. Çox möhtəşəm bir referansı ola bilər. Amma mənim axtardığım ünsürlər onda yoxdursa, işini sevmək mənim üçün əsas olan budur. İşini sevən insan bilmədiyi o nüansları da öyrənib onu yerinə qoyacaq. Amma işini sevməyən biri ilə işləmək istəmirəm. Ona görə də ətrafımda ancaq necə deyirlər, sevgi böcəkləridir. Təbii ki, hər keçən gün Yara Tekstil üçün də böyümək, inkişaf etmək daha önəmli faktorlardan biridir. Bu günə qədər ki, inkişaf belə deyərdim, dəsti xəttini anladıq, müəyyən qədər bilgilər verdiniz. Bundan sonraki planlar, bundan sonraki dönəm üçün düşüncələriniz Yara Tekstil ilə bağlı nədən ibarətdir? Yara Tekstil ilə bağlı çox gözəl, çox möhtəşəm fikirlər, çox gözəl niyyətlər, arzular var təbii ki. Və bu anda doğrudan köməyə ehtiyacımız var. Buradan bir daha Azərbaycanın birinci xanımı Mehriban xanımı da səslənmiş olum. Made in Azərbaycan altında olan Yara Tekstili mən artıq dünya brendinə çevirmək və dünyada tanıtmaq istəyirəm. Və təbii ki, bunun üçün mənə xanımın köməyi lazımdır. Bir daha vurğulayım. İnşallah ki, səsimiz eşidilər. Sizə uğurlar arzulayırıq. Bir orada inşallah ki, o istədiyiniz planları yaxın gələcəkdə həyata keçirmiş olarsınız. Maraqlıdır. Bizim, xüsusilə təbii ki, mənim üçün klublar daha çox maraqlı oldu. Bu futbol sahəsində olduğum üçün. Klubların bu sahəyə marağı necə? Təbii ki, sahə dedikdə sırf formalara, dizayna, yəni daha çox keyfiyyətli olması baxımından diqqət göstərirlərmi, ayrılırlarmı? Bizim üçün olan nüanslarla müştəri heyəti üçün bəzən seçilir. Bəzən müştəri maddiyyata önəm verir, bəzən keyfiyyətə önəm verir, bəzən dizayna önəmli verir. Amma biz o vəhdəti məncə təşkil eləməliyik. Çünki ona həm keyfiyyətli, çünki çıxan zaten hamı bilir, mən bəlkə də ən seçilən bizim odur ki, əsas mən Yara markasız, logosuz heç birimə paltar vermirəm. Bunu hamı bilir. Vermirəm qətiyyən. Çünki çox əziyyət çəkirik bunun üçün və bu markanı tanıtmaq üçün, brendləşdirmək üçün bugünə kimi çəkdiyimiz əziyyətlərdə şükür ki, bəhrəsini verir. Ona görə verdiyimiz paltarlarda müştəridən çox ilk mənim adımdırsa, təbii ki, orada keyfiyyət də, dizayn da ən yüksək şəkildə olmalıdır. Yara Tekstilin peşəkarlığını bildik, maksimum peşəkar olmağa çalışırsınız. Qarşı tərəfdəki partnyorların, xüsusilə klub sektorundan danışası olsaq, onların peşəkarlığı necə? Sizi qane edirmi, yoxsa peşəkarlaşmağa ehtiyac var? Məsələn, biz futbol yönündən deyəsi olsa, bir il bundan qabağa getsək çox fərq var. Bir il bundan qabağa getsək. Adamların tək düşüncəsi, mən atıram tekstil sahəsində hansısa bir ölkədən gətirmişəm, falan filan, o budur. Onun gətirdiyi paltardan, ən azı onun gətirdiyi paltar qədər Avropa standartlarında sən onun qarşısına qoyursansa, o zaman söz bitir. Yola çıxanda maraqlıdır. O gözlədiyiniz marağı arxada qalan müddətdə görə bilmirsinizmi bu geyimlərə, dizayna, Yara Tekstilin yaratdığı bir brendə qarşı tərəfdə? Çox gözəl sözlər alırıq. Çox gözəl oyundan sonra mesajlar gəlir. Heyət tərəfindən, heyət başçıları tərəfindən, tədbirləri keçirənlər tərəfindən. Şükür ki, bugünə kimi bir dənə də olsun əks bir cümlə eşitməmişəm və bu da məni çox qürurlandırır və burada tək özüm deyil, özümlə bərabər Yara ailəsinə də dərin minnətdarlığımı bildirirəm. Bütün kollektivimə nə yaxşı vardılar, nə yaxşı varımdılar. Uğurlar arzulayırıq və oyun demişkən bildirdiniz federasiyalarla, müxtəlif təşkilatlarla, şirkətlərlə çalışırsınız. Mənə maraqlıdır futbol oyunu ilə bağlı düşüncələriniz, marağınız varmı? İzləyirsiniz? Onu zaten bütün Azərbaycan xalqı bilir. Onu zaten bütün Azərbaycan bilir. Bu yay biz futbolla ürəyimiz döyündü. Təbii ki, Fire Liga, buradan da bir Salak qardaşıma salamlar olsun. Fire Ligada keçirilən yay çempionatlığında Yara FK bilirsiniz də Azərbaycanda və Qafqazda ilk xanım olaraq bir mini futbol komanda rəhbəriyəm. Bəli, çox gözəl oyunçularım oyun nümayiş elətdirdi. O 8 həftəni biz demək olar ki, polyada yatıb durduq və çox gözəl də nəticə əldə etdik.
Təbrik edirik, uğurlar arzulayırıq. Ümumiyyətlə mini futbolun son dönəmlər Azərbaycan idmanında xüsusi qatqısı var və bu yolda Fail Liqanda çəkdiyi zəhmətlər məhdud heyətlə böyük fədakarlıq göstərirlər. O komandaya da uğurlar arzulayırıq və mini futboldan danışdıq, bir qədər də böyük futboldan, təbii ki, idmanın şahı olan futboldan, böyük futboldan izləyirsiniz, maraq var, yoxsa mini futbola o qədər başınız qarşı ki, çox da diqqət göstərmirsiniz? Yox, təbii ki, bu dəqiqə neçə vaxt olduğu kimi hamı kimi bizim də ürəyimiz Qarabağla döyünür. Buradan onlara da uğurlar arzulayıram. Yenə dediyim kimi, bəlkə bir günə olmayacaq, amma bir gün gözlədiyimiz nəticəni tam əldə edəcəyimizdən əminəm. İnşallah bir gün buradan da səslənim. Bir gün Qarabağı da mən geyindirmiş olaram. Bu da bizim üçün təbii ki, çox böyük uğur olar. Niyə də olmasın, məncə Azərbaycanımın övladlarıdır. Təbii ki, Qarabağ Avropada Azərbaycanı təmsil edir. Bu gün bütün Avropanı silkələyəcək nəticələri ilə özündən danışmağa məcbur edir. Ümid edək ki, bir gün həm də əynində daşıyacağı Yara tekstil brendi ilə Avropaya səs salmış olar, təbliğatını, reklamını aparmış olar. Maraqlıdır, xüsusi simpatiya bəslədiyiniz bir futbolçu. Yəni Qarabağ izləyirsinizsə olsun Qarabağ. Elvin deyim. Cəfər Quliyev. Aha. Elvin Cəfərquliyev, biləsən ki, Yara Tekstilin də sənə xüsusi rəğbəti var. Yəqin ki, siz tərəflər arasında da bir görüş təşkil olunar, bir maraqlı, hər halda Yara Tekstildən bir hədiyyə də qəbul etmiş olar Elvin. Ümid edirik ki. Heç bir problem yox. Və sonda rəsmi tərəfdaşınız olduğunuz Sport Info TV ailəsinə deyəcəkləriniz nələr var? Başda İlkin bəy olmaqla hər birinizin gördüyü işlər çox gözəl işlərdir. Azərbaycanda seçilib sayılan işlərdəndir. Uğurlarınız daimi olsun. Necə ki, öndəsiz, daima öndə olasınız. Burada olan bütün aparıcılara, ara-ara dəyişən bütün aparıcılara izləyirəm təbii ki. Hər birinizə və kadr arxasında olan əməkdaşlara da dərin minnətdarlığımı bildirirəm. Yaranın adını çəkəndə üzü gülən o bütün əməkdaşlara dərin Yara ailəsi adından və həyat yoldaşım adından ən əsas da dərin minnətdarlığımı bildirirəm. Biz də Sport Info TV ailəsi olaraq sizə təşəkkür edirik. Rəsmi tərəfdaşımız olmağınızdan məmnunuq. Bu əməkdaşlığın ömrü daha uzun olar, birlikdə daha böyük uğurlara doğru irəliləmiş olarıq. Bu qədər bugünkü xüsusi buraxılışımızda öncədən də qeyd etdiyim kimi Yara Tekstil brendi barədə müəyyən bilgiləri sizinlə bölüşməyə istədik. Təbii ki, qonağımız Yara Tekstil brendinin təsisçisi və direktoru Yaqut Bayram idi. Növbəti buraxılışlarımızda görüşənədək deyirəm.